Xəbər verdiyimiz kimi tarixin bir günü verilişinin aparıcısı tanınmış telejurnalist Tarix Əliyev səhhətində yaranan ciddi problem səbəbindən təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Sferas xəbər verir ki, aparıcının səhhətindəki problem onun canlı yayım zamanı özünü qəfil narahat hiss etməsindən sonra üzə çıxıb. Vəziyyətin ciddiliyi nəzərə alınaraq dərhal həkim müdaxiləsi olub və tolik tibbi nəzarət altına alınıb. Hazırda davam edən Tarixin bir günü proqramı isə aparıcısız qalmayıb. Belə ki, verilişin bugünkü buraxılışında aparıcı qismində Tolikin yaxın dostu, eyni zamanda kanalın tanınmış simalarından olan İsa Şükürov çıxış edib. O, efir zamanı Tarix Əliyevin səhhəti ilə bağlı qısa məlumat verərək tamaşaçıları narahat olmamağa çağırıb və aparıcıya tezliklə şəfa arzulayıb. Qeyd edək ki, həkimlərin qərarına əsasən Tarix Əliyevin bir müddət xəstəxananı tərk etməsi məqsədə uyğun sayılmayıb. Mütəxəssislər ona səhhəti tam bərpa olunana qədər gərgin iş rejimindən uzaq durmağı, stres və fiziki yüklənməni minimuma endirməyi tövsiyə ediblər. Hazırda aparıcı həkim nəzarəti altında ambulator müalicəsini davam etdirir. Tarix Əliyevin səhhəti ilə bağlı yeni məlumatlar olduqca ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib. Tamaşaçılar və həmkarları sosial şəbəkələrdə aparıcıya çoxsaylı dəstək və tez sağalma mesajları ünvanlayıblar.